Tbilisi biletləri ilə bağlı detallar açıqlandı. Qiymətə nələr daxildir? Azərbaycan Dəmir Yollarından bildirilib ki, mayın 26-sından fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə yataq tipli müasir qatarlar hərəkət edəcək. Sərnişinlərə komfort, komfort plus və lüks siniflərində xidmət göstəriləcək. Qatar 6 vaqondan ibarətdir. 1 lüks, 1 qarışıq lüks və komfort plus, 3 komfort və 1 vaqon restoran. Ümumi tutumsa 118 nəfərdir. Komfort vaqonunda hərəkəti məhdud sərnişinlər üçün xüsusi kupe nəzərdə tutulub. Qarışıq vaqonda isə kupelər ara kəsmə ilə ayrılıb və istəyə uyğun birləşdirə bilər. Sadler Rail Group istehsalı olan vaqonlar müasir təhlükəsizlik və innovativ sistemlərlə təchiz edilib. Lüks kupelərdə duş və sanitar qovşaq, komfort plus kupelərdə əlüzyan, bütün kupelərdə isə televizor, masa, internet, fərdi temperatur və işıqlandırma sistemi, seyf və elektrik yuvaları mövcuddur. Sərnişinlərə sinifə uyğun yataq dəsti və səfər paketi təqdim olunacaq. Paketlərə gigiyena vasitələri, su, tərlik və digər zəruri ləvazimatlar daxildir.